Hər vaxtınız xeyir olsun, hörmətli sosial şəbəkə izləyiciləri. Mən şair, publisist German Ağdamlı, hal-hazırda Ağdam şəhərində vaxtilə doğulub böyüdüyüm həyətdəyəm. Bir vaxtlar burada həyətimizin böyük göy darvazası vardı. Üstünə yazılmışdı Əzbəyev küçəsi, ev 57. Və ətrafda da qonum-qonşularımız, yəni Əzbəyev küçəsinin və bu tərəfdə Əli İbrahimov küçəsinin sakinləri yaşayırdılar. Mən bir neçə aydır ki, ölkəmizdə sosial şəbəkələrdə qaçqın və məcburi köçkünlərə qarşı düşünülmüş və ya düşünülməmiş gedən kampaniya ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Sözüm Səidə Bəkir qızı və onun kimilərdədir, onları dəstəkləyənlərədir. Bax, hazırda mən həyətimizdəyəm. Həyətimizin vəziyyəti budur. Qonşularınki də eyni. Ağdamın təxminən şəhərin bir 10% deyək ki, tikilib. Uzaqda görünən o binalar tikilən və hələ ki 4 binasına sakinlər köçürülən hissəsidir. Yerdə qalan 90% bu vəziyyətdədir. Və bugün siz üzünüzü qaçqınlara tutub deyirsiniz ki, torpaq alındı, köçün gedin. Köçmüşəm. Gəl burada göstər görüm, mən harada qalıb, harada yaşamalıyam, nə işlə məşğul olmalıyam. Bu yəni rəsmi, qanuni şəkildə sizə anlatmaq, izah etmək istəyirəm ki, köçürülmə dövlət proqramıdır. Və şəxsən Cənab Ali Baş Komandan dövlətimizin prezidenti İlham Əliyevin nəzarətindədir. Kəndlər, şəhərlər, binalar tikildikcə insanlar mərhələli şəkildə köçürdürürlər. Bu sizin əmrinizlə, sizin düşüncənizlə, sizin fikrinizlə deyil köçürülmək. Yəni burada siz o fikirləri söyləməklə belə çıxır ki, dövlətin siyasətinə qarışırsınız, bəyənmirsiniz və yaxud kobud şəkildə insanları təhqir eləyirsiniz. Bu rəsmi və qanuni tərəfi izah elədim. Qalanın Ağdamlı kimi deyim. Mən şair, publisistəm, 21 kitabın müəllifiyəm, dövlətimin yanındayam, torpağımı, xalqımı, vətənimi sevən biriyəm və hər bir kəsin bugün başqa bölgələrdə yaşayan kasıbın da varlığının da vəziyyətindən halıyam. Amma söhbət burada dövlətin apardığı siyasətə qarşı getməkdən çıxır. Ağdamlım kimi deyirəm indi. Ağlınızı yığın başınıza. Biraz da kobud deyə bilərəm, amma demirəm. Ağlınızı yığın başınıza, kimlərinsə fitvasına, kimlərinsə qaraçı kimi hayküy çalıb ağzı yalovlu danışmaqlarına uymayın. Qanuni dövlətimiz var, qanuni vətəndaşlığımız var və dövlətin həyata keçirdiyi qanuni proqramlar var. Və bütün qaçqınlar inşallah ki, köçürüləcəklər, torpaqlar alınıb, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, döyüşçülərimizə, əskərlərimizə, veteranlarımıza can sağlığı versin, xəstələrə şəfa versin, ölənlərə Allah rəhmət eləsin. Siz bilirsiniz, Ağdam üçün bugün burnun ucu göynəyənlər var. Neçə illərdir Ağdamsızlıqda, Ağdam həsrəti çəkə-çəkə ürəyə partlayıb ölənlər var. Bugün bütün Ağdam, Qarabağ, Füzuli, Laçın, Şuşa və digər Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından olan qaçqınlar ayaq üstədir. Köçürüləcəyi günü səbirsizliklə gözləyirlər. Gözləyə ürəyə partlayıb ölənlər var. Nə danışdığınızın fərqindəsiniz? Ağıllı olun, ağıllı olun. Şeytana lənət deyin, şeytanın yaxasını buraxın, şeytanın əllərindən çıxmağa çalışın. Sizi fitvalayanlar şeytan nökərlərdilər. Və həmçinin bu ayrı seçkiliyi insanları bir-birinə qarşı-qarşıya qoymaq istəyən insanlara səslənirəm. Adınızı jurnalist qoymuşsunuz, nə qoymuşsunuz? Sizin insanlıqdan, insaniyyətdən, sülhdən, mərhəmətdən xəbəriniz yoxdur heç. Gördüyünüz bu sahəyə köçürdün insanları köçürdə bilirsinizsə. Yəni deyirsiniz, dövlətdən çox bilirsiniz siz. Dövlət tikir, mərhələli şəkildə köçürdür. Nə hay-həşir salmışsınız, nə qaraçılıq eləyirsiniz. Ayıbdır, yığışın özünüzə.